Bismillahirrahmanirrahim. Bihi nesta'in. Allahümme salli ala Muhammed və ali Muhammed. Selamun aleykum və rəhmətullah əziz dostlar. Hər vaxtınız xeyir olsun. Ariflərə görə tövhid 3 qismə bölünür. Biz ötən verilişimizdə birinci qism barəsində danışdıq. Yəni, feillərdə tövhidlə bağlı. Bugünkü dərsimizdə isə ikinci və üçüncü növ barəsində danışacaq. İkinci növ sifətlərdə tövhiddir. Mən bunu deyirəm, amma həqiqətini biz dərk etmirik. Bunu indidən sizə deyim. Xüsusilə üçüncü qismin həqiqətini heç dərk edə bilmirik. Sadəcə iddia edirlər onlar və müşahidə ediblər və biz də çalışan inkar etməyən. Çünki bu sözləri dilə gətirənlər balaca insanlar deyirlər. Böyük insanlardır, bunların içində fəqihlər var, alimlər var və ona görə də ya özümüz gedən dadan, ya da o dadanlara irad bildirməyən, biz bilmirik nə var o aləmdə. Onlar deyirlər ki, sifətlərdə tövhid bu deməkdir, onların nəzərində yəni. İnsan elə ki, feillərdə tövhiddə bir məqama çatdı, xüsusi bir məqam, artıq məqama çevrildi, yəni bu, növbə çatır sifətlərdə tövhiddə. Mənası budur ki, bu aləmdə hər hansı bir kamilliyi insan görürsə, onun səbəbi Allah Təbarək və Teala'dır. O, əslində Allahın kamilliyidir, gözəlliyidir. Bəzən Quran-ı Kərimdən də bu məsələni istifadə etməyə çalışırlar. Ayələrə nəzər salaq. Allah Təbarək və Teala buyurur ki, Rabbənə, onlar dua edədilər, Rabbənə, ey bizim Rəbbimiz, təqabbəl minnə, bizdən qəbul et, innəkə, həqiqətən, əntəs-səmi'ul alim, əntə əvvəldə gəlib, yəni yalnız sən eşidən və bilənsən. Yəni, qüdrət, qadir yalnız Allahdır, alim yalnız Allahdır. Hətta mən ki, bu dəqiqə elmin var, məsələn, ya filan kəsin elmi var, əslində o elm Allahındır. Allahın elminin təzəllisidir. Ona görə deyirəm, biz dərk eləmirik. Bunu arif görür. Məsələn, bir nəfər şəxs elmə çatıb, hətta müşrikdir bu. Hətta dinsizdir, ateistdir, deistdir, nə bilim, hər nədir. Elmə çatıb, elmi var, kəşfləri var. Əslində onu Allahın elminin təzəllisi görür. Allahın elmidir o. Ennəl quvvətə lillahi cəmi'a, əl-quvvətə lillahi cəmi'a, bütün qüvvətlər, güclər Allaha məxsusdur. Yəni, bu dəqiqə mən güc ortaya qoyuramsa, bu Allahın gücüdür. Bunu görmək, müşahidə eləmək çətindir. فَإِنَّ الْعِزَّةَ لِلَّهِ جَمِعَ digər ayədə oxuyuruq ki, bütün izzətlər Allaha məxsusdur. Baxın, görmək, eşitmək, bilmək, qüvvət, izzət, bunların deyir, hamısı Allaha məxsusdur. Özdəki xüsusiliyi satdırır, həsr. Yalnız Allah görür, yalnız Allah bilir, yalnız Allah eşidir, yalnız Allah qüdrətlidir, yalnız, bəs onda bizim qüdrətimiz yoxdur. Bu necə izah olunmalıdır? Deyir ki, sənin qüdrətin əslində Allahın qüdrətinin təzəllisidir, onun qüdrətidir. Bu, onların sifətlərdə olan tövhididir. Digər qismi isə, diqqət ediniz, haradan başladılar? Feildə olan tövhid, sifətlərdə olan, indi gəldilər zati tövhidə, zatda olan tövhidə. Filosoflar isə zatda olan tövhiddən başlamışdılar. Bunlar zati tövhid dedikdə nə nəzərdə tuturlar? Bunu nəzərdə tuturlar ki, insan elə bir dərəcəyə çatır ki, bu aləmdə müstəqil varlığı yalnız Allah Təbarək və Teala görür. Həqiqi varlığı yalnız Allah Təbarək və Teala görür. Ondan başqa bütün məxluqları Allah Təbarək və Teala'nın təcəllisi görür. Necə ki, Quran-ı Kərim buyurur ki, Allah nurus səmavati vəl-ərz. Allah göylərin və yerin nurudur. فَاَيْنَمَا تُوَلُّ فَثَمَّ وَجْهُ اللّٰهِ Hara baxsan Allah oradadır. Yəni, başqası üçün artıq yer qalmır. Yəni, mən əgər kitaba baxıramsa Allah oradadır. Amma mənası budur ki, vücudu var. Yəni, bu Allahdır. Onu demək istəyirlər. Əsla və əbəda. Onu demək istəmirlər.
Bu məşhur bir deyim var. Ariflər nəql edirlər ki, bir nəfər arif oturmuşdu evində, bu ehsan verərmiş çox. Bir nəfər tələbə də gedir bunun evinə. Otururlar, bu arif gətirir buna yemək verir, deyir ki, gəl oturaq bir yerdə yemək yeyək. O tələbə deyir ki, mən səninlə yemək yeməyəcəm. Arif deyir ki, nə üçün? Deyir, çünki sən deyirsən ki, hər şey Allahdır. Məsələn, mən Allaham. Arif başını salır aşağı, biraz gülümsəyir. Deyir, mən səni nəinki Allah yerinə, hissəni uzunqulaq yerinə də qoymuram. Mən səni heç uzunqulaq hesab eləmirəm. Nə Allah? Ona görə də biz ariflərin sözünə çox diqqət etməliyik. Arif deyir ki, bu aləm Allahın təcəllisidir. Ya Allahın rəhmət sifətini göstərir bizə, ya Allahın azdıran sifətini, hətta iblis də Allahın təcəllisidir, amma Allahın o zal, azdıran sifətinin təcəllisidir. Pis insanlar da Allahın təcəllisidir. Bu mənada bu o demək deyil ki, bu Allahdır. Ariflərin sözünə çox dəqiq nəzər salmalıyıq. Onlar bunu deyirlər. Misal üçün, bir otağa girmişsiniz. Otaqda müxtəlif növ güzgülər var. Baxırsınız otağa, müxtəlif növ güzgülər qoyublar. O güzgülər səni göstərir. Biri bu formada göstərir, biri o formada, biri kiçik formada göstərir, biri başını böyük göstərir, biri ayağı böyük göstərir. Amma hamısı bir şeyi göstərir. Bu aləm də belədir, varlıqlar da belədir. Allah Təbarək və Teala'nı göstərir. Onun təcəllisidir. Bu cür izah olunmalıdır bu məsələ. Onlar heç vaxt demirlər ki, sən Allahsan, deyir, sən Allahın təcəllisisən. Hətta mən bir dənə burada bir məsələyə də toxunum. Bu bəhslər ki var, ariflər bunu biz deyirik, amma biz dərk eləmirik də. Bəzi şeylər var ki, biz dərk eləmirik. Məsələn, hətta bu nəql var, o hədis oxumazdan öncə deyirəm, duadır əslində. Bir nəql var ki, nisbət verilir, Həzrət Peyğəmbərdən də bu hədis. Deyir ki, əgər Salmanın bildiyini Əbu Zər bilsəydi, Əbu Zər deyərdi ki, Salman kafir olub. Niyə? Çünki Salman bəzi şeyləri müşahidə edirdi. Əgər onu dilinə gətirsəydi, Əbu Zər deyərdi ki, bu kafirdir, bu nə danışır bu? Necə ki, indi də deyirlər. Bu, Həzrət Peyğəmbərdəndir bu hədis. Hədis Həzrət Peyğəmbərdəndir. İndi bir dua oxuyuram. Görün bu dua, İmam Hüseyin əleyhissalamdan da bu dua, Ərəfə duasındadır da. Bu dua, ariflərin o dediyi məsələyə yaxındır yoxsa yox ki, yəni bu aləm Allahın təcəllisidir, Allahı göstərir. Baxın, Allahın nurudur. Yəni, nurudur bu mənada, yəni Allahı göstərir də biz güzgüsüdür. Əntəlləzi təərrəftə iləyyə fi kulli şey. Sən o varlıqsan ki, özünü tanıtdırdın mənə hər bir şeydə. İndi bu hissəsi bizə lazımdır. Fərrəəytukə zahirən fi kulli şey. Səni hər bir şeydə zahir gördüm. Sən zahirsən. Allah həm muzhirdir, həm zahir edəndir, həm də zahirdir. Yəni, hər şey Allahdır. Bu mənada hər şey Allahdır. Yəni, diqqət eləmək lazımdır. Bu hissəsini kəsib paylaşacaqlar. Hər şey Allahdır, yəni. Yox, yəni, hər şey Allahın təcəllisidir. Allahı bizə çatdırır, ya onun sifətlərini bizə çatdırır. Və əntə zahirul kulli şey. Və sən hər bir şeyi zahir edənsən. Baxın, həm ona deyərlər muzhir də. Allah hər bir şeydə zahirdir və hər bir şeydə zahir edəndir. Həm zahirdir, həm muzhir. Bu hansı ayəyə yaxındır? Bəli. Huvəl əvvəlu vəl-axir və zâhiru vəl-batin. Bu ayəyə yaxındır, bu qədər. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.